300 neçə artır. Və hamı salam dostlar. Bugün Car CS:GO oynayırıq. İndi başladıq. İndi baxaq görək nələr olacaq. Bu da bu qatdı hemen gəlib açdım. Güncələmə gəlib deyəsən. Döndürebilecek mi? Burada gittik de biz. Drift'te attık ama. Aha. Maşın dağıldı bir dəqiqə. Bu xət, burası biraz pisdir abi. Başqa yer seçək. Başqa yerdə də yaxşı olar. Bir dəqiqə dostlar. Bunu söndür. Hə. Başqa yerdə daha yaxşı olar. Bir dənə seçək. Məsələn bura. Burada. Torpaqlı yol idi ora. Neyse işte olmaz. İndi torpaq deyə bura yox. Bura yox, bura yox. Bura olsa, hə bura. Bura bombardinodur. Bombardino oradan çıxdı. Basırıq. Aha. Bak ya buradan keçirebileceği yoksa dağılacaq. Yok buradan keçirmeyecek. Yok keçmeyecek. Drift atsak da keçmeyecek. Oraya da gidecek. Değildi. Ya maşın altı getdi də. Maşın tikerlənəcək getdi. Yaxşı biraz da havanı. Bunu açtım. Neçə faiz ölüm olacaq ona. Ya bu havaya da koy. Bakın yaşayabilirik. Hansı qəzadan sonra. Baksın. Buradan tullandı. Bıraktım. Uçuruq. Oy bırak. Ah. O yaşama ihtimalimiz %4. Yani burada biraz əzildik, uçduq %4. Yaxşı. İndi biraz da sürətlənəcəyəm. Basqacam. İlerleyen vaxtda Lamborghini daşıyacağım. Yəni video sardır ki onları. Ben üçün Lamborghini satı deneme test edəcək. Maşın necəcəkdir? Amma 64% yaşıyor. İhtimal az da olsa. Hapsa yaşama ihtimalimiz biraz çətindir. Və 63'e düştü. Maşın burada gördük. Teker zədəlidir. Aha uçuruq ve uçtuq. Ne olacaq? Uçtuq. Düz düşürük. Ayda. Biraz zayıfladı maşın. Yavaş. Biz burada yaşayabiliriz. Kağıt oldu ki. Belki biraz yatsak. Yoksa yok abi sürtünmeden. Maşına bak. Yani biz burada əzilik, töküllük her şey oldu bize. Biraz fərqli edeceğim. Buradan get. Aha düz. 73 müzik yetmişti. Ha uçuruq. Motoru saxladım. Teker döndürəm. Aha saxla. Yox, o deyil. Maşın 65'e düşməsəydi yaş. Amma bizə şamat gitti 60. Ama deməyəcəkdim də. Yaxşı. Bir dəqiqə vur. Ayda.
maşın sağ qala bilərik. Bir baxa 65-ə düşdü 100-ə. Yox, burada sağ qala bilərik biz. Şüşələr sındı. Biz öldük, əzildik qaldıq. İndi. Aha. Ona yo yaşayırım at. Şunu içercin girecek ha. Biraz uzun sürecek. Muqatlı. 140'la geliyor ve ben için yolda. Bunun içine maşın motor gitti. Motor gitti. Motor qalmadı, motor dağıldı, töküldü. Suyun içindən 200 ilə getdi. 200'cüğü 100'də bir anda boşudur. Teker getdi. Biraz ihtimal var. Biraz sürekli hara gidelim. Maşın buradan döndü. Buradan işlemi buradan ne olacak? Uyuyor daşa. Döndürebildim, döndürdüm gidecek adam. Ama döndürecek. Buradan geçecek. Biraz düzlü maşın dağıldı. Ama yaşayırıq. Əsas o da yaşayırıq. 76 faiz. Suyun içine gidip motoru bozaq. Bu pis oldu da. İndi yaşayarıq. Qaldağa gedirik də. Bəlkə sonra oyanarıq, bir dənə torumuza basarıq. Bundan sonra da sən maşını düş qaç. Bu Bugatti'nin evdə pul çıxarı ya. Mən təxmin edəcəm, mən buradan nə görürsünüzsə. Siz də təxmin edib yorumlara yazarsınız. Məncə buradan düşəndə həm mən seyir təxmin edəcəm faizi. Burada burada yaşama ehtimalı saç qalmadı. Yani maşın qabağa getdi, maşın qabağı yoxdur. Maşın onun sarısı getdi. Neyse. Niye? Buradan gedək. Ama maşına 2-3 milyon getdilər. Döndürə bilərik. Yəni sən çırpılacaq yerə. Ama buradan işləməz. Ən çoğu başımızdayız. Buradan özü getdik, döndərdik. Yo, maşın qabağa getdi, biz yaşayırıq. Qıcıqlı yaşayırıq. Zorladıq da. Biz hər yaşayırıq. Çünki içəri girib çıxdıq biraz. Yəni özümüzə soğurdu. Maşın motor getdi. Saxla. Maşın işləyir də. Qətidə həmən motor getməz də. Həmin motor daldadır. Motoru xatladıq. Dayanmıyor. Maşın tüyələr yox. Bunu da əsər. Suyun içine gidiyor bak. Yox, daha maşın getdi. Biraz daha rahat idi, başqa cür eləyəcəm. Baxın görüm nə olacaq. Aha. Bir dəqiqə var. Biraz daldan eləyəcəm. Qəhdin görünüşünə bax. Maşın təkərləri də yaxşıdır. Maşın təkərləri qırmızılaşır. Uçacaq. 10.67 oldu. Yaşama ihtimalı. Ben basıram qaza ama maşın getdi. Maşın kənarda sət
qırmızı basıb dayandıra bilərik deyib. O 100-dən gedir. Mən dayandıracağam dostlar. Dayandırdım. Bu mən onda yaşayaram. 6-7%. Biz də maşın üzrə hava yastıqları başlayır. Nə iş olmaz, biz yaşayacaq. Çox yavaşdır. Bizim burada getdik. Osman. Maşın artı getdi. Bir baxaq. Cızıqdır. Yoxsa mənim qoyda orada. Deyəsən cızıqdır. Maşın artı 2 milyon satacaq. 2 milyon da olsa 1 milyon burada. Az da kanalımı da abone olun ki, gerçek yol tez gəlsən də kanalımız böyüsün. Ayda biraz çətin. Maşın havada uçuruq. Bu vaxtı bir dənə tuğlan oradan düşərsən bura. Oy! Abi bu maşın getdi. Wow. Yaşayırıq, yox. Bu nədir? Yəni, burada da arsa 8 milyonluq bu qatda bu indi. 4 milyon aldı. Uçuruq. Burada yaşaya bilərik biz. 20'lərə düşdü. 14. Yox abi biz burada sağ qalsaq dünyanın ən şanslı insanlarından biri, çox şanslı. Yana baxam, motorun seviyələ. 59 yaş oldu. Və təkərləri görürük. Gücü görürük, motorun gücünü. Buradan titrəyişləri görürük. Və yox abi biz maşın altı getdik. Yox abi bu maşın işləməz. İndi gedirik indi. Gəl dala. Biraz dala. Maşın düştü. Bir daha buradan döndər. Bas. Ve uçuruq 200'le. Uy. 185'te. Burada yani bilmem daha. Süper yarışçı süper. Ben burada niye yemedim maşınlarına var. Yo yaşıyoruz. Esas oldu. 73%. Neyse. Şimdi. Hansı maşın açaq? Bax nə maşın aça bilərik. Bu var. Bu Lamborghini açacağam. Bir bu Ferrari. Bu Ferrari Formula 1 açacağam. Hə bəssən. İndi biz devam edirik. Harada qalmışdı? Maşını da açarım. Yox bunu yox. Onlar da qalanlar da o birisi videoda. Bu qartını alım. Daha xəritəni dəyişək. Xəriti bəsdir. Hansını keçək? Mən bu dağlıya keçmək istəyirəm. Buradan bura. Bura biraz palçıqlıdır, həm də yaxşı deyil. Yaxşı yağınıb sonra ora. Aha, indi bir dənə buranın yağış. Uy, qasırğa. Qasırğa havalı kim çıxar hə? Hə? Maşın heç tərpətməmişəm. 49% idi, ne oldu? Maşın getir.
Bir dakika, maşın üçün gelmiş. Ama maşın görmür. Döndərsəm palçıqdır deyə gelmirsə. Aha, gezer indi. Qatı gelir. Suyun altına gelir, görürsən. Suyun altına gelir. Maşın gitti. Ama maşın kağız oldu. Motor sönmüş. Her şey çıktı. 52'ye düşüyor, mənə də başlayacağında. Bizim yaxşı alıyorduk. Döndərsəm. Hava gerek. Aha. Çuş. Ya bu ağaca yiyeceğim. Yavaş. Şimdi biz burada hansını seçək. Bir daha bunu seçək. Bizim maşın sürətli maşın. Unutsan. 0'dan 100 neçə saniyə? 3.5 saniye. Oh. Yaxşı. Bas. Sürətdən sürətli. İkinci 200 neçə saniyə çıxarsın deyəsən. 210'dan 155 saniye. Bu yaxşı. 5 saniyə də yaxşıdır dostlar. Buna baxaq. Let's go, getdik. Level 3. Bizim maşın heç olmur. Sürətlidir. 200'dan 240. Boom. 278'den geçti, 8 saniye. Bu 200'den değil, biz 278'den geçti. O maşın ne bunu düşüyor? Burada Lamborghini var. O bir Formula 1 maşın anlatışı. Aha. Biz axıra gelir bu. 3'ten belə görükürmüş. Motora bir baxaq. Budur. Çatırıq. Bam. 13 saniyeye. 330'dan geçti. O maşına ne düştü ya. Baş. Desin bu axırıncı da belki. Bum. Ve tekrar. Baştan gelək. Şimdi buradan sürətlicə basırıq. Baxaq görün nə olacaq da. Şimdi buradan sürətli 300 olacaq birazdan. 300'e yaxınlaşır. 270 280 290 299 ama hələ də artır. 300 neçə ilə artır. Və boom, 361'dir. Max sürəti. Uyda. Hə dostlar, indi o birisi maşını açım gəlirəm. Dostlar deyirəm bu maşını da açarıq. Bir də ki o Formula 1 maşını. Hani o Formula 1 maşını. Bir də bunu. Lamborghini. Ha. Belə qalsın. Ha. Uy bu. Ne diyor? Sesi var. Onun yaxşı maşınıdır. Max sürətinə baxıram. Ne kadar sürəti var bunun maksimum? Məncə maksimum çox olar. Sonuçta Lamborghini-dən 300 sat olar, 360. Yox, 360 bu qat idi. Bu da 260. Yox. 300 neçə versən? Sonra satırıq. 346. Yəni ən sürətli maşınlardan ikincisi. Maşın divara girdi. Şimdi buradan baxaq görək. Bununla baxdığında o birisini aç.
Hə dostlar, bunu da açdım. Sonra ən axıra bu qalacaq. Bu forma, bunun ikisi birdə yox. Bu Lamborghini neysə. Buna al. Oy, maşına bax. Səsli qarqadır. Ya baxaq, bəlkə mən sürət maşını bu da. 100 zəng gedirlər də. Axı biraz bizim bəlkə sürətli var. 230 partlayacaq bir daha bu. Bir daha partlayacaq, yox 260. 260'dan yuxarı çıxmış. Ən zəif maşınlardandır. Mənim bəlkə 300 keçər biraz, bu keçmədi. 260. Dostlar bunu da açdım, ən axırda bu BMW-ni açsam. Deyim bunu da açaq da. Bu gələn kimi bax. Hə dostlar, getdik. Bu maşın sürəti biraz da güclüdür. Bax ya bundan nə olacaq? Bu Lamborghini'dən o fərqi bu görəsən. 190 200 bununki daha yaxşı bölükdür. Baxaq görək nə olacaq. Başqa. Qapını açdım. Bunu açıram. Baxın. Oy, 63'dür. 100'ü bildidən işte nəsə olacaq. 214 211 yəni 236 sən gedir. Nə deyər? Dostlar, buna baxacağıq. BMW-dən, yəni BMW-dən fərqli qonşu modeldir. Ancaq bununki daha yaxşı olar. Bu BMW-də bu. Ən çox 300-dən gedər mən deyirəm. Amma burada maşından sürətəcək, yəni 260 səs gedər. Amma nə içinlə geçsə də güclüdür. Ultra gələk onu da modifiyə gəldim də. 260 çıxsın, yox 250'dir. 250'də bunun üçün yaxşıdır. $250. Yəni bastığım anda Hə dostlar, bugünlük video bu qədər. Əgər video xoşunuza gəlsə like, abunə olmayı unutmayın. Sağ olun, bay bay.